Salam, xoş gördük kanalımda. Bugün toyuğun sinə ətindən çox dadlı və ləzzətli qarnir hazırlayacağım. Bu qarniri siz müxtəlif yeməklərdə istifadə edə bilərsiniz. İndi isə necə hazırlayıram, onu sizinlə bölüşəcəm. Mən 500 qram toyuğun sinə ətindən istifadə etmişəm. Bura bir yumurta əlavə edirəm. Bir də ədviyyatları sarı kök, duz, qara istiot, qırmızı biber tozu, bir də qara biber dənələri, ətirli biber dənələrini əzilmiş formada əlavə edirəm. Kiçik toplar düzəldirəm, hazırlayıram. Bu topları da duru yağda o tərəf, bu tərəf üzərini möhürləyirəm. Çox da qızartmaq lazım deyil. Sadəcə bişməyini gözləmək lazım deyil. Sadəcə o tərəf, bu tərəf möhürlənsin. Daha sonra mən başqa bir qabda soğanı yağda qızardıram. Bura kərə yağı və bir xörək qaşığı da duru yağ əlavə etmişəm və soğan qızarana yaxın, qızıl rəngdə olana yaxın ədviyyatlarını yenə əlavə edirəm. Sarı kök, duz, qırmızı biber və qara biber tozundan istifadə etdim. Bir də qara biber dənələrinin əzilmiş formasından istifadə edirəm. Soğanı tamamilə qovurduqdan sonra ədviyyatlarını da tamı soğana çıxdıqdan sonra bura bir böyük yer kökünü rəndənin iri gözündən keçirmişəm və bura əlavə edirəm. Üzərinə qapaq qoyaraq yaxşı pişməsini gözləyirəm və kənarda 200 qram smetan götürmüşəm. Smetan faizindən asılı olmayaraq necə istəyirsiniz qatıqdan da istifadə edə bilərsiniz. Onu deyim ki, bura bir xörək qaşığı, dolu xörək qaşığı un əlavə edirəm və qatıqla yaxşı qarışsın deyə qarışdırıram. Üzərinə biraz su əlavə edirəm, durulaşdırıram. Hardasa 200 milliyə qədər su əlavə edirəm. Yaxşı şəkildə duru edirəm. Bu arada da artıq yer kökü soğançada bişibdir, yumşalıbdır. Və hazırladığım duru şəkildə olan bu qarışımı mən soğançaya əlavə edirəm və orada da yaxşı-yaxşı qarışdırıram. Daha sonra əlavə olaraq içərisində un olduğuna görə qatılaşır. Ona görə də əlavə olaraq yenə də hardasa 2 stəkan da su əlavə edirəm mən bura. Onu deyim ki, bu qarniri siz qreçka yeməyində, makaron, spagetti, kartof pürəsi, yəni bu cürə yeməklərdə qarnir olaraq istifadə edə bilərsiniz. İnanın, çox ləzzətli olur. Həmin bu smetan və un qarışımı hansı ki, çox ləzzətli dad verir. Hazırladığım, qızartdığım toyuq sinəsindən olan kotletləri də belə deyim, əlavə edirəm həmin soğançanın içərisinə və hardasa bir 10 dəqiqə bu şəkildə qaynadacağam. Qaynatmağın səbəbi odur ki, burada gördüyünüz kimi su əlavə etdik. Qarnir biraz qatı olmalıdır və içərisində əlavə etdiyimiz un qaynadıqca biraz qatılaşacaqdır. Onda daha yaxşı görünəcəkdir. Artıq burada gördüyünüz kimi hazırdır. Qatılaşıbdır həm də və üzərinə mən cəfəri əlavə edəcəm. Cəfəri də başqa bir tam verir bu qarnirə. Cəfəri də əlavə etdikdən sonra artıq qarnirimiz hazırdır. Dediyim kimi mən spagetti yeməyində istifadə etdim bu qarniri. Çox dadlı və ləzzətli olduğuna görə tövsiyə edirəm. Mütləq istifadə edin, hazırlayın və müxtəlif yeməklərdə bu qarnirdən istifadə edə bilərsiniz. Bu artıq qalıb sizin zövqünüzə. İzlədiyinizə görə təşəkkür edirəm. Sağ olun.